Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibine tahirinel masuminel mükerremin. Usikum ve nefsi bi tekvallah. Size ve özüme ilahi tekvaya riayet eləməyi tövsiyə edirəm. İmam Səccad əleyhissalamın Məkarimul Əxlaq duasının şərhini, təfsirini davam elətdiririk və bu cümlələri istəyirəm oxuyum sizin üçün və tərcümə eləyim. Və səddidni liən uarizə mən qəşşəni və səddidni liən uarizə mən qəşşəni bin nush və əcziyə mən həcərəni bil bir və usibə mən hərəməni bil bəzl və ukafiyə mən qətəəni bis-silə və uxalifə mən iğtabəni ilə husniz zikr. Allahdan istəyir ki, ilahi mənə kömək elə ki, mənə qarşı hiləgərlik eləyənlərə mən xeyirxahlıq eləyim, yaxşılıq eləyim. Ondan sonra deyir, kim məndən küsübsə əgər, ona qarşı mehriban olun. Kim məni məhrum eləyibsə, mən ona əta eləyim. Kim mənlə əlaqəsini kəsibsə, mən ondan əlaqə yaradım. Kim mənim qeybətimi eləyibsə, qeybət eləyənə qarşı mən o insanların yaxşı xüsusiyyətlərini deyim. Biri mənim qeybətimi eləyir, mənə kömək elə ki, mənə qeybət eləyən, kim ki mənim pis sözümü danışır, mən onun xoş sözlərini danışım, yaxşı sözlərini danışım. Bu kəramətli əxlaqdır, imamın duasıdır, bizim imamımızın duasıdır. Çox dəyərli duadır. Bir alim deyir ki, ümumiyyətlə kimsə bir əxlaqa çatmaq istəyirsə, Məkarimul Əxlaq bəs eləyər insana. Bax, bu dua ki biz oxuyuruq. İnsana bəs eləyər. Amma təəssüf ki, 10 illərdir mən danışıram, amma məndə dəyişiklik yoxdur. 10 illərdir bu sözləri danışırım. Bircə dəfə insan bir cümləsinin üzərində düşünsə, əmələ başlasa, görərsən Allah da əlindən tutar aparar. Deyib eşitmək məqsəddir, danışanın, eşidənin əməl eləməsi məqsəddir. Məkarimul Əxlaq ən gözəl fəzilətləri, bəlkə deyərdim dualar içində əxlaq mövzusunda mən çəkinmədən deyərdim, bəlkə ən üstün dua bu duadır ki, onu şərh edirik. Əxlaq mövzusunda. Deyir ki, ilahi mənə xiləgərlik eləyir biri. Mən ona qarşı xeyirxah olum, onun xeyrini istəyim. Biri məndən küsüb, üzün çörüb, mənə nəsib elə ki, mən ona yaxşılıq eləyim, gedim barışım onunla. Birinə ehtiyacım var, bilirəm imkanı var, eləmir. İmkanı var, eləmir. Əsirgiyir məndən. Sabah dövran dəyişsin, mənim imkanım olsun, onun olmasın deməyim. Onda gəlmişdim, qaytardım, mən də vermirəm, belə deməyim. Mən artıqlaması ilə kömək eləyim. Oturub orada burada mənim barədə danışır, pisliklərimi ona buna danışır. Mən qisas almayayım, mən də onun qeybətini eləyim ki, o danışır, mən də danışım. Mən də seçim onun nə yaxşı xasiyyəti var, xüsusiyyətləri var. Seçim onun gözəl xüsusiyyətlərini, onun gözəl sözlərini danışım cəmaatla. Bu imamın duasıdır. İnsan ümumiyyətlə bir şeyə necə cavab verə bilər? Neçə cür cavab var? Biri var yaxşılığa yaxşılıq. Bu sadə bir şeydir. Mərd adamlar yaxşılığa yaxşılıqla cavab verər. Quran da buyurur, həl cəzaul ihsan illal ihsan. Hansı surədədir? Ər-Rəhman surəsində. Ölünü aparanda oxuyuruq onu. Amma diriliyində ölü heç eşitməyib oradan nə yazıblar. Bilmirəm, hardan gəlib, hədisdə də yoxdur ki, mərhumu dəfn eləməyə aparanda Ər-Rəhman oxuyasan, amma hər halda yaxşı adətdir. Ər-Rəhmanın içində bu bir cümlə var. Həl cəzaul ihsan illəl ihsan. Yaxşılığın mükafatı yaxşılıq deyilmi?
Allah sual verir, ona görə yox bilmir. Bir şey o qədər qətidir, deyir, məyər belədir, hamı bilir. Vicdanımıza müraciət edir. Sənə yaxşılıq eləyənin cavabında yaxşılıq eləməlisən, təbii. Namərd adamlar yaxşılığa pisliklə cavab verər. Mərd adamlar yaxşılığa yaxşılıqla cavab verər. Bir də var, pisliyin əvəzində pislik eləyəsən. Quranda bu mövzuya da toxunur. Və cəzau seyyiətin seyyiətun misluha. Pisliyin cəzası özü qədər pislik eləməkdir. Bu düşmənə aid olan ayədir. Yəni müharibə vəziyyətində iki qoşun bir-biri ilə vuruşursa, o buna pislik elədiyi qədər bu ona pislik eləyə bilər. Hətta aşmaq icazə verilmir. Düşmənə qarşıdır bu. Düşmənə qarşıdır. Bir də var, yaxşılığa pisliklə cavab vermək. Yenə deyirəm, o namərd adamların xüsusiyyətidir. Peyğəmbər nə qədər yaxşılıq elədi öz qövmünə. Peyğəmbər gecəsin, gündüzün onların hidayəti üçün sərf elədi. Təmənnasız xidmət elədi. Axırda cavabı nə oldu? Peyğəmbər vəfat eləyən kimi qızının evinə hücum elədilər. Neçə dəfə Küfədə quraqlıq olmuşdu. Küfə yanırdı susundan. İmam Hüseyn əleyhissalam yağış istədi. İmam Hüseynin duası ilə Küfəyə yağış yağdı. Həmin Küfəlilər İmam Hüseynə Fəraddan bir içim su vermədilər. Ona görə deyirlər, onların ən böyük günahı budur ki, onlar namərd idilər, alçaq idilər. Yaxşılığa pislik eləmək alçaq adamların xüsusiyyətidir. Şərəfsiz adamların xüsusiyyətidir. O insanlar ki, yaxşılığı pisliklə cavablandırır, ən şərəfsiz insanlardır. Bir də var, ən üstün insanlar. Onlar hansıdır? Onlar pisliyə yaxşılıqla cavab verən insanlar. Pisliyə yaxşılıqla cavab verən insanlardır. Biri məndən üz çevirib, küsüb məndən, heç nə olmayacaq mənə gedim onun qapısına. Buyurur, kim möminlərdən birinci barışsa cənnətə birinci girəcək, ilk daxil olacaq. Sən özü çək, o özün çəksin. Axırız nə olacaq? 3 gündən artıq buyurur, küsülü qalsalar, dindən çıxıblar hər ikisi. Amma təvazökarlıq eləyə, güzəşt eləyə, pisliyə yaxşılıqla cavab verə. İdfə billəti, Quran buyurur, hiyə əhsən. Pisliyi yaxşılıqla dəf elə. Quran Peyğəmbərinə buyurur. Kəənnəhu vəliyyun həmim, ayənin axırıdır bu. Deyir, buyurur, pisliyi yaxşılıqla cavablandırsın, ən qatı düşməni dost eləyəcəksən özüvə. Deyirlər, ən aciz adam odur ki, dost olmaya. Ondan da aciz odur ki, dostlarını itirə. İllər keçdikcə bunun dostu azala. Yavaş-yavaş dostlarından küsə. Amma ən zirəng adam odur ki, düşməni özünə dost eləyə. Dünənin düşmənini bugün dost eləyə özünə. Dost ola bugün ondan. Nümunə göstərmək istəyirsənsə, ən birinci Peyğəmbərin özü idi. Namaza gedir, bir Yahudi qabağını kəsir. Bugünkü Peyğəmbərə o nalayiq, rəzil təhqirlər eləyirlər, rəzil insanlar. Onlar insafsız adamlardır. Peyğəmbərin həyatını oxuyublar, bilirlər. Amma onu başqa cür təqdim eləmək istəyirlər. Amma mən neçə dəfə demişəm, acizliyini göstərir o insanlar. Müsəlmanlar çox gərək ayıq olsunlar bu insanların müqabilində. Onlar acizliyini göstərib, hər sözləri qutarıb, vallah başlayıblar təhqir eləməyə. Öz zəifliyini, zəlilliyini ifadə edirlər. Peyğəmbərin həyatını oxu, Peyğəmbər müharibədə iştirak eləyib, bəli, amma hansı məktəb, hansı əqidə var ki, orada döyüş olmasın? Müharibənin müharibə yeri varsa, Peyğəmbərin işi müharibəyə əsaslanmırdı. Peyğəmbərin müharibəsi müdafiə hərbi idi, dəyərləri qorumaq müharibəsi idi. Kiməsə təcavüz eləmək deyirdi. Namaza gedir, bir Yahudi gəlir, qabağını kəsir, əbasını çəkir, deyir, mənə borcum var, tez borcumu qaytar. Deyir, valla mənim sənə borcum yoxdur, sən səhv salmısan yəqin. Yox, ayağı deyir, qoymaram, bir addım qabağa atasan. Mənim borcumu qaytarmalısan. Əbasını elə çəkir, boynu qızarır. Namaza gedir meçdə. Sahabələr gözləyir, gəlmir. Peyğəmbər namaza gecikən deyir. Gəlirlər, görürlər bir Yahudidir, tutub saxlayıb onu qoymur hərəkət eləməyə. Sahabələr çox sayda, o Yahudi tək, Peyğəmbərin bir gözünün işarəsi bəs idi.
Onlar gəlirlər, onu vursunlar, döysünlər, çəksinlər Peyğəmbərin yoluna. Peyğəmbər deyir, aman da ona toxunmayın, çəkilin kənara, qarışmayın. Dostumdan özüm bilərəm mən. Onun tələbi məndəndir, özüm bilərəm. Ona başa salır ki, valla mənim sənə borcum yoxdur. Əgər borcum varsa da, qoy gedim namazımı qılım, gəlim, danışarıq filan. O baxır, deyir, mən səni imtihan eləməyə gəlmişdim. Sən bu qüdrətlə bu qədər dözüm göstərirsən, bu adi insanlarda olmaz. Bu Peyğəmbərlərin xüsusiyyətidir. Dinini mənə başa sal, mən istəyirəm qəbul eləyəm sənin dinini. Deyir, mənim dinim 2 kəlmədən ibarətdir. Şəhadəti gətirir, müsəlman olur. Məkkədə nə qədər əziyyət verdilər Peyğəmbərə. Özünə, tərəfdarlarına, Peyğəmbərə çox zülm elədilər Məkkə şəhərində. Çox zülm, görünməyən zülm. Təhqirlər elədilər, söyüşlər söydülər. Çox əziyyət verdilər Peyğəmbərə. Evindən didərgin saldılar. Çıxdı, getdi Mədinəyə. Mədinədə gücləndilər. Müşriklər hücum elədi, Peyğəmbər dəf elədi. Nəysə, hamınız gözəl bilirsiniz. Neçə il keçdi, indi həmin Məkkəni Peyğəmbər fəth eləyib. O Məkkə ki, ona gün verib işıq vermədi. Həmin Məkkəyə daxil olur, qoşunu ilə bütpərəstlər baxır, əzəmətlə Peyğəmbər daxil olur. Bəzi müsəlmanlar başlayır qışqırmağa. Əl-yevm yevmul məlhəmə. Bugün qisas günüdür, bugün qisas günüdür. Peyğəmbər deyir, bu nə şuardı verirsiniz? Saxlayır onları, deyir, belə deyin, əl-yevm yevmul mərhəmə. Bugün mərhəmət günüdür, bağışlamaq günüdür. Gəlir, deyir, bugün heç kəsdən intiqam alınmayacaq. Heç kəsdən qisas alınmayacaq. Hamı bugün bağışlandı. Yusif öz qardaşlarına dediyi ayəni mən sizə deyirəm. Necə Həzrəti Yusifi qardaşları görəndə dedilər ki, üzr istəyirik, bağışla, biz sənə zülm eləmişik. Quranda buyurur Yusif dedi ki, la təsribə aleykumul yevm. Bugün heç bir qınamaq yeri yoxdur sizin üçün. Bugün siz rahatsınız. Həzrəti Yaqub gəldi Yusif əleyhissalama danışanda, dedi, qardaşlarım səni necə quyuya atdı? Dedi, ata, ondan danışma. Denən gör, Allah mənə neynədi? Allah məni hardan hara apardı? Gəl bu barədə danışaq. Onların quyuya atması ilə yox. Onlar quyuya atdılar, Allah məni ucaltdı. Onların pisliyindən yox, Allahın mənim boynuma qoyduğu minnətdən danışaq. Peyğəmbər həmin məntiqlə davrandı. Dedi, Məkkə əhalisinin hamısını bağışlayıram. Vəhşi var idi, əmsi Həmzəni şəhid eləmişdi. Həmzənin şəhadəti Peyğəmbərin ürəyinə çox parçalamışdı. Peyğəmbər neçə yerdə ucadan ağlayıb, bir də Həzrət Həmzənin ciyərlərini də kəsib. O Muaviyənin anası, Əbu Süfyanın həyat yoldaşı kəsmişdi, ciyərini yemişdi onun. Akilətul əkbad, Aşura ziyarətində deyir, vəbnu akilətul əkbad, ciyər yiyənin oğlu. Həmin o qadındır. Peyğəmbər çox narahat olmuşdu. Vəhşi gəldi, şəhadət gətirdi, buyurdu ki, sən amandasan, amma gözümə görsənmə, çünki o dağ ki, sinəmə çəkimsən, o yadıma düşür. Bunu kim eləyir? Hansı tarixdə nümunə gətirə bilərsiniz? Bir adam qüdrətə çata, qisas almaya, intiqam almaya, qüdrətə çata, hamını bağışlaya. İndi belə bir Peyğəmbəri gəlib zorakılıqda ittiham eləyəsən, gəlib əxlaqsızlıqda ittiham eləyəsən. Bu Peyğəmbərin əxlaqından nümunədir. Əli əleyhissalamdan ən gözəl nümunəni Şəhriyar şeirində deyir. Onu farsça yazıb o şeirini. Deyir, səndən başqa kim ola bilər ki, öz azuqəsini qatilinə versin. Onun bir məşhur şeiri var, Əli ey Humayi rəhmət. Şəhriyarın şeiridir. Toçi ayəti xudara. O şeiri yazıb, maraqlı hadisəsi var, şeiri yazıb, heç kəsə oxumayıb. Mərəşi Nəcəfi, Ayətullah Mərəşi Nəcəfi yatıb yuxuda görür ki, Peyğəmbərin yanında məclis qurulub, şairlər gəlib, oturublar. Bizim şairimiz də Məhəmməd Hüseyn Şəhriyar, hamı onu tanıyır. Mərəşi Nəcəfi yuxuda görür ki, Peyğəmbərin yanında məclisdir, şairlər oturub, Peyğəmbər buyurur ki, bizim Şəhriyarımızı gətirin. Bizim Şəhriyarımızı çağırın. Buyurur, Şəhriyar məclisə daxil olur, Mərəşi Nəcəfi yuxu görür. Gəlir, girir içəri, həmin bu şeiri oxuyur, Əlidən yazdığı bu şeiri. Peyğəmbər yanında otuzdurur Şəhriyarı. Mərəşi Nəcəfi yuxudan oyanır, Şəhriyarın da məhşur vaxtı dörmüş deyəsən. Deyir, bu kimdir? Deyirlər, Təbrizdə bir şairdir. Deyirlər, onu tapın, gətirin.
O Şəhriyar girir Mərəşi Nəzəfinin yanına, onu görən kimi Mərəşi Nəzəfi deyir: "Əli ey humayi rəhmət, toçə ayət-i xudara." O şeiri başlayır oxumağa. Deyir: "Ağa and olsun Allaha, bu gecə yazmışam şeiri, heç kəsə oxumamışam." Deyir: "Belə bir yuxu gördüm. Bu şeiri səndən qəbul elədilər." Bir neçə beytlə görsən gəlir Peyğəmbər yanında otuzdurur. Orada deyir ki, Əlidən başqa kim ola bilər ki, öz süd gətirir, İmam Həsənə deyir, "Afar əvvəl İbn Mülcəmə ver, o süddən o içsin." Pisliyə yaxşılıqla cavab vermək. Onun sahabəsi Salman idi. Keçir yoldan, deyirlər ki, biri sataşır ona ki, sənin saqqalın üstündə ya itin quyruğu. Salman ki, Peyğəmbərin gözünün nuru idi. Əlinin ən üstün, Peyğəmbərin ən üstün sahabəsi idi. Ona belə bir söz deyir. Salman nə cavab verir? Baxır təbəssümlə deyir ki, əgər Sirat körpüsündən keçə bilsə bu saqqal üstündür, keçə bilməsə itin quyruğu. Əgər Siratdan keçirdə bilsəm, cənnətə gedə bilsəm, yox, gedəməsəm elə ondan üstündür. Əxlaqsızlığa əxlaqla cavab verəsən. İmam Səccad əleyhissalamın barəsində elə duanı özü deyir, ondan da istəyirəm misal gətirəm. İmam Səccad əleyhissalam ən çətin güzaranı olan imamdır, ən çətin vəziyyətdə olan imamdır. İmam Səccadı danışmağa qoymurdular yəni. Yəni çıxsa minbərdə danışsın, buna icazəsi yox idi. Gizli universitet yaratdı İmam Səccad. Universitet nə idi? Gedirdi bazardan qul alırdı. Quldarlıq dövrü idi də. Qul alırdı, gətirirdi. Deyirlər İmam Səccad bazara girəndə qullar sevinirdi ki, nə qədər qul alacaq. İstəyirlər onun evində qalsınlar. Qulları alırdı evdə, təlim keçirdi onlara. Məzhəbin həqiqətlərini qullara başa salırdı, sonra azad elirdi. Heç kəs də başa düşmürdü bu nə edir. Qul alıb azad eləməklə bu məktəbi yaşadırdı. Neçə dəfə evini uçurtmuşdular. Onlar uçurdanlardan biri də Mərvan idi. İmamın evini başına uçurtmuşdu. Dövran dəyişir, Mərvan Mədinə valisi idi. İndi bunlar hakimiyyətdən düşür, Mərvanı təqib eləyirlər. Baxır Mədinədə kimə pənah aparsın, görür İmam Səccaddan başqa adam tapmır. Gəlir İmam Səccada deyir ki, ağa mənə sığınacaq verərsiniz. O Mərvan ki onun evini uçurtmuşdu, ağa ədəblə deyir, mənim iki evim var. Birinin vəziyyəti pisdir, da demir özün uçurtmusan. Birinin vəziyyəti pisdir, biri biraz yaxşıdır. Hansında istəyirsən, o yaxşı evində bir otaq ayırır, ona sığınacaq verir. Düzdür, Mərvan sonra da belə deyə adam olmur. Amma onun adam olub olmamağı mühümdür. Mühüm olan imamın ona qarşı davranışıdır. Bir nəfər gəlir İmam Səccadı söyür, çıxır gedir. Təhqir eləyir, çıxır gedir. Hamı da oturub imam başını aşağı salıb. Elə sözlərdir ki, tarix yazmayıb. Küçə söyüşləri ilə söyür gedir. İmam Səccad deyir yanındakilarına ki, durun gedək o adamın evinə. Neçə nəfər sahabə ilə gəlir, qapısını döyür, kimsən deyir, Əli ibn Hüseynəm mən. Qapını açır, görür nə qədər adamla gəlib, qorxur bu, qaçmaq istəyir, deyir, diyan. Gəlmişəm, deyəm, əgər dediyin eyblər məndə varsa, Allah məni bağışlasın. Əgər dediyin eyblər məndə yoxdursa, Allah səni bağışlasın. Gəlmişəm, bunu çatdıram. Deyir, baxır aşağı, gözünü yerə zilləyir, deyir ki, Allah daha yaxşı bilir ki, kimi imam qərar verib, risalətini kimə verir. İmam Səccada tərəf meyllənir və hidayət tapır, doğru yola yönəlir. Bir nəfərdir, bunu da deyim, sözümü tamamlayayım. Məmun İmam Rızanı bilirsiniz, vəliəhd təyin eləmişdi. Deyəsən İmam Rızanın mövludu qarşıdan gəlir. İmam Rıza əleyhissalamı vəliəhd təyin eləmişdi. Qiyama qalxıblar Məmuna qarşı. Oturub taxta, İmam Rıza da yanında. Bir-bir gətirirlər cəzalar, hökmünü verir edam, hökmünü verir edam. Birini gətirirlər, o da adı yadımdan çıxıb. İmam Rıza əleyhissalama çox zülm eləyən bir adam. İmam Rızaya çox pislik eləmiş bir adam. Onu gətirəndə imam əyilir Məmunun qulağına deyir ki, xahiş edirəm bunu mənə bağışla. Qulağına deyir. O da baxır, görür İmam Rızaya ki, bu düşmənçilik eləyib. Elə bilir İmam Rıza onun pisliyinə nəsə dedi. O da qışqıra-qışqıra deyir Məmuna ki, səni Allaha and verirəm, Aton Harunun məzarına and verirəm ki, onun dediyinin əksini elə, onun dediyini eləmə. O da baxır, deyir, elə özün deyən kimi eləyəcəm. Ay bədbəxt, o demişdi ki, səni bağışlayayım, istəmirsənsə əksini, onda bunu edam eləyim. Əksini özün istədinsə, onda bunu edam eləyim. İnsanların ağlına gəlmir ki, bir adam qüdrətə çata,
gücə çata, qüdrət əldə eləyə, ona pislik eləyənlərə yaxşılıq eləyə, insanlar bunu tanımır. Amma bu bizim məktəbimizdir, bizim getdiyimiz yoldur və bunun üçün də biz danışaq ki, imamlar belə olublar. İmamlara tərəfdar olan adam gərək bu sifətləri nəhayət ki, özündə yarada. Nəhayət ki, yarada ki, pisliyə yaxşılıqla cavab verə, mehribançılıqla, mərhəmətlə cavab verə. Bu, İmam Səccad əleyhissalamın Məkarimul Əxlaq duasının bir hissəsidir. Allah bütün dua və ibadətlərimizi qəbul eləsin inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əəzzil əcəllil əkrəm və bil Hüseyni ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Hər kimin nə dərdi var, nə hacəti var, dərdin götürüb bu cümə günündə sənin evvə gəlib, səni and verirəm bu günün hörmətinə bizi öz evindən əliboş naumid yola salma. Hamımızın şəriyi olan hacətlərimizi rəva elə. Allah bizi bundan artıq bir-birimizə mehriban elə. Allah bizi şeytan, nəfs-i əmmarə şərrindən hifz elə. Xəstələrimizə ümumən nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə.